Adem ve onun evlatları yaranmamıştan önce Allah Teala Adem'in sülbündən, necə Arab surəsində gəldiyi kimi zürriyyətin çıxardır və o zürriyyətdən əhd alır. Mən sizin Rəbbiniz deyiləm mi? Onlar deyirlər ki, bəli, əlbəttə sən bizim Rəbbimizsən. Allah Teala ki, biz onu elə etdik ki, deməsinlər ki, biz ata-babalarımıza uyub allandıq. Demək, hər bir kəsin fitrətində Allaha verdiyi bir əhdin izi var, əsəri var və insan əgər bunu təkəbbürlü ilə, başqa fitrəti korlayan şeylərlə örtmürsə, hər bir kəsin artıq fitrətində bu əhd var. Hər kəs bilir ki, Allaha əhd vermişdir. Allah Teala var, mövcuddur, haqdır, vahid olan ilahdır və əmrdə, işdə, hökmdə yalnız və yalnız ona aiddir. Və beləcə hər bir kəs Allaha əhd vermiş sayılır. Və necə də əhd vermiş olmasın ki, sən Allahın yaratdığısan və Allah Teala səni qul və Rəbliyi isə öz üzərinə götürüb səndən ibadətlər istəmişdir.